Şamarlar kəndindəyik. Şamarlar kəndində bir ocaqda şəhid evindəyik. Axşam olduğuna baxmayaraq geniş gəldik. Bu gün evin bir oğlu olan gözəl qardaşımız şəhid Şükürov Vüsal Zahiroğlu'nun il dönümüdür, 5-ci ildir. Ananın atanın yanına gəlmişik. Bu gün ana ata üçün çox ağır gündür. Evin bir övladı olaraq şəhid oldu. Qəhrəman cəsur qardaşımız çox gözəl mərd olaraq illər əzvəl olan Vüsal qardaşımızın bu gün 2-ci ilidir. Anne ataya baş sağlığı veririk. Gec də olsa zürü saysın. Allah bana rəhmət etsin veririk. Uşaq olsun ana ata. Allah sizə dəyməsin. Vüsal çox gözəl, igid, cəsur, gözəl mərd, təvəkkülkar, gülər üzlü bir şəhidimiz olub. Hamı ondan razı olub. Hamı onun cəsurluğundan, gözəl rəftarlığından danışır, görmüşük də. Vüsal gözəl bir iz boyutu getdi. Anne ataya da bizim də baş sağlığı veririk. Vüsal haqqında tanınan, özləri də bir qısa məlumat verər, lap gözəl olar. Bir sözləriniz. Tələbə günü Şuşada şəhid olan Şükürov Vüsal anasıya anaya bu şəhidlərimiz Allah rəhmət eləsin. Onun sənin qardaşına rəhmət eləsin, yer cənnət olsun. Atasının anasına sənin özün versin. Ne diyeyim? Gün ağır gündür, sənin üçün Vüsal evin tək oğludur, şamıdır, ağır bir dərddir ki, bir evin oğlu olar, bir bala da vətən olan şəhid olar, ana ata üçün də çox ağırdır, bal itirmək. Onu çox adam bilmir, amma siz mənim gözüm qaçmır, anamsınız, öz atamsınız, biz yedəyik, sənin yanınızda bildirim ki, siz nə əziyyət çəksiniz. Sizə səbir arzu edirəm. Atamız da gözəl bir atadır, elini olan içində bütün hər zaman sayılan, hörmətli bir şəhid atasıdır. Vüsaldan qabaq da Zahir ata həmişə sayılan, hörmətli, gözəl bir insan olur. Ata sağ da Allah səbir versin deyirəm, Allah sizə dəyməsin deyirəm. Çox sağ olun, şəhid var. Bu günləri Vüsalın 5-ci il dönümüdür. Gördüyümüz kimi vətən yolunda, namus qeyrət yolunda Vüsal şəhid oldu. Bu günləri bunun 5-ci il dönümündə Məşədi Polad gəlib bunun evin ziyarət edib, burada dualar oxuyub, Quran oxuyub, dualar oxuyub. Mən də bu münasibətindən Məşədi Polada öz təşəkkürümü bildirirəm ki, gəlib bu vaxtı burada Quran oxuyub, dualar edib və Vüsalı ziyarət edib. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazilərimizə və yaralı qazilərimizə Allah şəfa versin, qazilərimizə də Allah kömək olsun, ömür versin. Çox sağ olun. Ata geci olsa da üzrü sayın. O gecdir, şəhidi, şəhidin atasının anası, şəhidin evin hər vaxt ziyarət eləmək olar. Mənim üçün Onun geci, tezi yox. ən Sən gözəl bizi ziyarətkar sənin ayağındadır. Gəlmisənsən. Elə o bizim üçün ən böyük bir həddir. Mənim üçün ən böyük ziyarətkar sizin ayağınızdır, sizin huzurunuzdur. Vüsalın bugünkü evidir, Vüsalın bugünkü şəhid olduğu gündür. Mən böyük bir qürurla, fəxrlə sizin evinizə gəldim, Vüsalı yad eləməyə gəldim. Ona görə ki, bizi Vüsal kimi şəhidlərimizə, Vüsal kimi qardaşlarımıza, Vüsala kimi qəhrəmanlarımıza borcluyuq. Sizin kimi anaya, ataya borcluyuq. Ona görə ki, sizin kimi gözəl qəhrəman övlad yetişdirib, şəhid verib, uca zirvəni qazanmış Vüsal kimi qardaşımıza borcumuz. Vüsaldan danışmaq çox olar. Vüsal çox gözəl qəhrəman igiddir. Bizim də böyük borcumuzdur ki, gələk sizin kimi atanın huzuruna, evinə, əlimizdən gələn duamızı, bizim üçün xoş şərafətdir. Mən öz anam, öz atam bilirəm sizi, öz atam, öz anam bilirsiniz, siz seçməyib, fərq qoymuruq. Öz evim bilir, gecə də olsa gəldim, yad elədik. Allah sizlərə dəyməz, sizi var eləsin. Mən nə xoş halıma ki, Vüsal kimi qardaşımızın evinə gəldim, Vüsal kimi qardaşımızın atasının anasının yanında olmaq mənim üçün böyük bir qürurdur. Elə bilirəm ki, vallah sənin bir böyük ziyarət gələcək gəlmişəm.
Mən sizin ziyarətgahınız mənim üçün dünyadır.